fəhlə qismindən olan adam deyir ki, getsəydim xaricdə yaşardı, nəyə görə? Məsələn, Amerikada, Avropada, Dubayda fəhlə işinə daha çox pul verirlər. Məsələn, bir dənə televizor divardan asmağa Amerikada $1000 qiyməti. Mən Dubayda qabyan maşın quraşdırmışam. Qabyan maşının özünün $405 qiyməti var, quraşdırılması $700. Bizdə 50 manata görürlər də o şey. Nəyə görə? Çünki o dövlətlərdə, o ölkələrdə insanlar təhsillidir və heç kim qara işi görmək istəmir. Tələb təklif balansı pozulub. Ona görə o qara işi, o adam onsuz da o qədər çox pul qazanır ki, o deyir elə mən o pulu verim usta gəlsin, düzəltsin, mənim vaxtım boşuna getməsin. Nə pul istəyir verirəm də, gəlsin o işi o görsün. Ona görə bu fəhlə qismi onu eşidir ki, filan kəs fəhlə getdi orada, adam oldu. O buradakı həyatı ilə müqayisə edir. Yəni buradakı həyatınla müqayisə edəndə orada bura baxanda adamdır, amma orada yenə adamdır. Orada yenə fəhlədir. Yəni o cəmiyyətin miqyasında yenə də həmin pozisiyadadır, eyni xoşbəxtlikdədir, eyni həyat səviyyəsini yaşayır.